قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. Bismillahirrahmanirrahim. Bağışlayan ve mehriban Allah'ın adıyla. Muxtəsər və faydalı təfsir proqramının dəyərli izləyicilərini salamlayırıq. Bugün Qur'anın 98-ci surəsi Bəyyinə surəsinin tərcümə və təfsirinə başlayırıq. Birinci hissə. Dərsin sonunda aşağıda qeyd edilən suallara cavab tapa biləcəksinizi ümid edirik. 1. Bəyyinə və qəyyimə sözlərinin mənasını buyurun. 2. Kafirlər İslam Peyğəmbər sallallahu aleyhi və səlləm qarşısında nə kimi iddialar edirdi və Qur'anın onlarla rəftarı necə idi? 3. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm tərəfindən irəli sürülən aydın və əqli dəlillər qarşısında kafirlərin əksül əməli necə idi? 4. Suhuf sözünün mənası nədir? 5. وَمَا تَفَرَّقَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَةُ ayəsi hansı incə məqama toxunur? Bizi izləməyə davam edin. Bismillahirrahmanirrahim. لم يكن الذين كفروا من أهل الكتاب والمشركين منفكين حتى تأتيهم البينة رسول من الله يتلو صحفا مطهرة فيها كتب قيمة وما تفرق الذين أوتوا الكتاب إلا من بعد ما جاءتهم البينة. Kitab əhlindən olan kafirlər və müşriklər deyirdilər, onlara açıq aydın bir dəlil gəlməyincə öz dinlərindən əl çəkməyəcəklər. Allah tərəfindən göndərilmiş pak səhifələri onlara oxuyan bir peyğəmbər gəlsin. O pak səhifələrdə doğru, düzgün və çox qiymətli yazılar vardır. Kitab verilən kəslər onlara açıq aydın dəlil gəldikdən sonra ayrılığa düşüb parçalandılar. Ayələrin təfsiri. Qur'an-ı Kərim öz dinləyiciləri ilə açıq, aydın və ağıl dəlillərlə danışır. Bu surədə İslamdan öncəki kitab əhli, Yəhudi və Məsihilər və ərəb müşriklərinin vəziyyəti barədə söhbət açılır. Onlar iddia edirdilər ki, açıq aydın bir dəlil gəlməyəncə öz dinlərindən əl çəkməyəcəklər. Bəyyinə dedikdə aydın dəlil nəzərdə tutulur. Belə ki, bu dəlil vasitəsilə haqq batildən seçilir. Qəyyimə sözü düz, möhkəm, dəyərli və çox qiymətli mənaları bildirir. Qəyyimə sözünün sonundakı tə hərfi qadın cinsini deyil, mübaliğəni bildirir. Qayğıkeş və başqalarının işini həllinə çalışan şəxs qəyyim, qəyyum deyilir. Surənin ilk ayəsi iki cür təfsir edilir. Birinci təfsirə əsasən ayədə kitab əhli və müşriklərin vəfasızlığından danışılır. İkinci təfsirə əsasən onlara son
xəbərdarlıq edilir və hüccət tamamlanır. Kitab əhlindən olan kafirlər və müşriklər deyirdilər ki, onlara açıq aydın dəlil gəlincək öz dinlərindən əl çəkməyəcəklər. Mövqelərini dəyişməyəcəklər. Amma açıq aydın dəlil və İslam Peyğəmbəri gəldikdən sonra da inatkarlıqlarından əl çəkmədilər, az bir dəstə iman gətirdi. Oxşar məzmunla Bəqərə surəsinin 89-cu ayəsində də rastlaşırıq. Onlar İslamın zuhurundan öncə, yəni Peyğəmbərin gəlişini gözləyirdilər. Lakin Həzrəti Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmin gəldikdən sonra ondan üz çevirdilər. وَلَمَّا جَاءَهُمْ مَا عَرَفُوا كَفَرُوا بِهِ Bildikləri, tanıdıkları onlara gəldikdə onu inkar etdilər. Sühüf sözü, səhifə sözünün cəm formasıdır. Sanki səmavi kitab hər bir hissəsi ayrıca bir səhifədir. Tövrat səmavi bir kitabdır. Lakin Qur'an onu səhifə adlandırır. Suhuf İbrahimə və Musa, İbrahim və Musanın səhifələrində, kitablarında. Əla surəsi ayə 19. Amma bu ayələrin nəticə və mesajları. 1. Açıq aydın dəlillər təqdim etməyənə qədər insanların öz yanlış əqidəsindən əl çəkinciyi düz yola gələcəyini gözləmək mənasızdır. Ləm yəkunəl-ləzīnə munfəkkinə həttə tə'tiyəhumul bəyyinə. 2. Xəbərdarlıq edildəkdə kafir və müşrik arasında fərq yoxdur. Allah açıq, əşkar dəlillər göndərməklə hüccəti tamamlayır. Bəhanə üçün yer qoymur. Tə'tiyəhumul bəyyinə. 3. Kitab əhlindən umacaq böyükdür. İlk ayədə kitab əhli və müşriklərdən danışılsa da, növbəti ayələrdə yalnız kitab əhli məzəmmət olunur. Və mə təfərrəqəl-ləzīnə utul kitab. Allah Teala peyğəmbərlərlə və səmavi kitablar vasitəsilə xəbərdarlıq edir. Bəhanə üçün yer qoymur. Hüccəti tamamlayır. Rasulun yətlu suhufən mudahharə. 5. Qur'an istənilən növ təhrif, nüqsan və xətadan uzaqdır. Suhufən mudahharə. 6. Qur'anın göstərişləri möhkəmdir, mətindir. Fihə kutubun qəyyimə. 7. Azğın nəfsani istəklər hökm sürdüyü yerdə elm çətinlikləri həll edə bilmir. Elm və bilik faydasızdır. Kitab əhli həqqi anlasa da, nəfs istəkləri səbəbindən yola gəlmədilər. Və mə təfərrəqəl-ləzīnə utul kitab. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh. Növbəti dərsimizdə Bəyyinə surəsinin təfsirini davam etdirəcəyik. Yenidən görüşmək ümidi ilə
Səlamət qalın, Allah aman.